Qeyri-olimpiya növü üzrə fəaliyyət göstərən federasiyalar qismən dövlətdən dəstək görür. Bəli. Bizim də işimiz belə deyək də daha çox tənqid etməkdir. Zaten siz oldunuz, olmadı, sizin haqqınızda girəsi deyilik. Amma sizin burada olmağınız daha çox vacib idi. Kasıb uşaqlardan biz pul almamışıq. Salam əziz dostlar, Sportlab verilişinin növbəti buraxılışındayıq. Biz adətən verilişimizdə idman elmlərinə inteqrasiya edən bir çox elmləri biz müzakirə edirdik, qonaqlarımızla danışırdıq. Onların həm akademik, həm nəzəri, həm də praktik hissəsini biz xarakterizə edirdik. Bu dəfə mövzumuz fərqlidir. Bu dəfə sırf biz bu işin praktiki tərəfindən danışacağıq və digər bizim mövzularımız var, onunla da bağlı biz danışacağıq və bizim iki idmançımız var ki, onlarla federasiyalar arasında biz bir körpü yaradacağıq əlaqə. Ona görə də bununla bağlı biz iki qonaq dəvət eləmişik və qonaqlarımızı təqdim etmək istəyirəm. Qonaqlarımızdan birincisi Azərbaycan Karate Federasiyasının baş katibi, hörmətli Qabil Sayıdov müəllim və ikinci bizim digər qonağımız isə Prosport İdman Agentliyinin həm təsisçisi, həm də baş redaktoru dostumuz Səbuhi müəllimli qonağımız Səbuhi Musa və sizi salamlayıram, sizi studiyamızda görmək çox şadam. Biz də çox şadıq. Buyurun sizə salamlayın tamaşaçıları. Mən də öz adımdan hər bir kəsi salamlayıram. Ümid edirəm ki, səmimi və açıq söhbətimiz olacaq burada. Əlbəttə ki, Səbuhi müəllim. Mən də sənin verilişində ilk dəfəyəm. Ona görə də ilk dəfə bu şansdan yararlanıb deyirəm ki, verilişin xeyirli olsun. Çox sağ olun. 2025 şəxsən mənim üçün və bəzi idmançılarım üçün uğurlu oldu və arzulayıram ki, 2026-cı ildə idman ilində, yəni Bakıda idman paytaxtı seçilibdir. Uğurlarımız çox olsun. Biz jurnalistlərin də uğurları işıqlandırmaq üçün imkanlar olsun. Çox sağ ol, təşəkkürlər Səbuhi qardaşım. Və yeri gəlmişkən mənim üçün çox maraqlıdır. Mən bunu adətən izləyirəm, müşahidə edirəm. Sən bu media aləmində belə deyək də öz dəstəqətinə və əsasən açıq fikirliliyinlə daha çox digər idman jurnalistlərindən fərqlənirsən və bununla da bağlı biz müşahidə edirik ki, arada görürsən hər hansısa bir tədbirdən qalırsan və ya daha çox yaxşı rəylər eşidirsən. Bunlar sənə necə təsir edir? Mənim üçün maraqlıdır. Yəni motivasiyadan səni salırmı, yoxsa necə? Yox, təbii ki, yaxşı rəylər varsa motivasiyanı qaldırır və yenə qeyd edirəm də, məsəl üçün ötən il deyək, yəni dekabr ayı ümumiyyətlə mənim üçün uğurlu xəbərlər eşitdiyimə və 150 illik medal əldə elədik prezidentin fərmanı ilə təsir Təbrik edirəm səni də. Çox sağ olun. Sonra elə Karate Federasiyası da orada mükafatlandırmada var idi. Mən özüm də həmin mükafatlandırmada iştirak edirdim. İlin idman jurnalisti kimi seçildim. Yəni ilk dəfə idi ümumiyyətlə bu topalasta iştirak edirdim. Amma ümumiyyətlə ikinci dəfə 2019-cu ildən sonra ikinci dəfə Gənclər və İdman Nazirliyinin keçirdiyi səsvermə əsasında qalib elan edilirdim. Təbii ki, bu məsələlər mükafatları belə çox da şişirtməyin tərəfdarı deyiləm, amma ümumilikdə hər bir adam üçün bir stimul formalaşdırır və növbəti belə deyək də yazılara, materiallar üçün səni daha da həvəsləndirir. Amma bu mükafatlar olsa da, olmasaydı da, zaten biz öz işimizin belə deyək də xəstəsiyik, yaxşı mənada və bu işimizi davam etdirəcəkdik. Bizim də işimiz belə deyək də daha çox tənqid etməkdir. Tənqid etmək mən elə başa düşürəm ki, tənqid idmanın inkişafıdır. Yəni hamı götürsün, tərifləsin, hamının gördüyü şeyi yazsın, bu inkişafa gətirib çıxarmayacaq. Tənqid lazımdır ki, kimlərsə müəyyən şeylər götürsün. Məsələn, elə həmin mükafatlandırmadan sonra Nazirliyin rəsmilərindən biri özü etiraf elədi ki, yəni tənqid lazımdır ki, biz o şeyləri görək, biz o çatışmazlıqlar üzərində işləyək, inkişaf eləyək. Söhbət sırf nazirlikdən getmir. Yəni burada həm federasiyalar da var, idmançılar da var. Yəni bu olmalıdır. Elə jurnalistin özü də tənqid olunmalıdır. İndi biz də belə deyək də 100% tam işimizdə tam deyək işimizi müəyyən çətinliklər ola bilər. Digər tərəflər. Rəylər yazılır, rəylərə baxırsan, müəyyən yazılardan sonra görürsən ki, məsəl üçün müəyyən şeylərdə kiməsə ola bilsin ki, yazında haqsızlıq olub, amma
Ümumilikdə əgər belə deyək də mən o Facebook statusunda qeyd eləmişdim ki, bu il deməli tənqid hədəflərimiz kimlərisə incitməyib ki, bizi federasiyalar seçibdi. Yəni əgər kimsə incitsəydim, obyektiv yox, subyektiv davransaydım, yəqin ki, federasiyalar seçməzdilər. Yəni bu məqamlar da var, amma yenə qeyd edirəm ki, məncə 2026-cı ilə şəxsən öz adımdan deyirəm ki, daha da motivasiyalı gedəcəm və daha yaxşı materiallar, yazılar olacaq. Və şəxsən səni buna görə mən təbrik edirəm və alqışlayıram ki, sən həqiqətən açıq sözlü bir jurnalistsən, insansan və heç kimdən çəkinmədən, qorxmadan, bunu səmimi şəkildə deyirəm, usanmadan öz işini icra edirsən, yəni işə tam peşəkar şəkildə yanaşırsan və arzu edirəm ki, digər jurnalistlər də sənin kimi bu şəkildə fəaliyyət göstərsin. Təşəkkürlər fikrə görə. Qabil müəllim, siz verilişdən öncə söhbət elədik və müşahidə edildik ki, hər zaman Karate Federasiyası 2025-ci ildə də, geridə qoyduğumuz ildə də bir xeyli yarışlarda iştirak elədi, uğurlar qazandı və bununla bağlı istəyərdik sizin fikirlərinizi öyrənək. 2025-də hansı nəticələr əldə elədiniz və 2026-dan gözləntiniz nədir bununla bağlı? 2025-ci ildə Karate Federasiyasının tərkibində fəaliyyət göstərən üslubların hər birinin Avropa və dünya çempionatlarında iştirak edə bildik. Yalnız VKF deyilən, hansı ki VKF kimi tanınır idman karatesində Avropa çempionatında iştirak edə bilmədik. Bu da səbəb yarışın Ermənistanda keçirilməsi idi. Amma dünya çempionatında iştirak edə bildik. Ümumi deyərdim ki, bu üslublardan Kyokushin karate üzrə, idman karatesi üzrə biz nəticələr əldə elədik. Həm dünya çempionlarımız oldu, həm ikinci, üçüncü yerlərimiz oldu. Eyni zamanda VKF, yəni idman karatesində də dünya üçüncüsü əldə edə bildik. Yəni bu nəticələri əldə edə bildik. Üzr istəyirəm, burada bir məqam mənim toxundu. Deməli, biz Avropa oyunlarında da biz elə səhv eləmirəmsə Ermənistan komandasını qəbul eləmişdik. 2015-ci ildə də və hətta onlar fəxri kürsüyə də çıxmışlar medalçı qismində və biz onları təbrik elədik və onlar bizə çox rahatçılıqla gələ bildi və burada da onların təhlükəsizliyi təmin olunmuşdu. Bəs biz niyə iştirak edə bilmədik? Çox gözəl qeyd elədiniz. Əlbəttə ki, biz necə millət olduğumuzu bir daha sübut etdik ki, idmanda, yəni bu kimi intriqalar deməkdir. Yəni intriqalar bizim dilimizdə deyil, yəni gedilməməlidir, amma onlar edirlər də. İdmanı siyasətə qatmaq olmaz. Bəli, qatılmamalıdır əslində. Amma onlar ondan öncə, bir neçə ay öncə ağırlıq qaldırma yarışında Avropa çempionatı. Bəli, bizim bayrağımızı götürmələri və onu yandırmaları göstərdi ki, onlar qonaqpərvər deyil və onlara güvənmək olmaz. Bəli, bunlara güvənmək olmaz. Bu cür mötəbər yarışları hələ keçirməyə hazır deyillər onlar. Düzdür. Ora bir məqamda qeyd edim, elə bu günlərimi yazmışam. Atçılıq üzrə fevral-mart aylarında, fevralın sonu, martın əvvəlləri olmalı, səhv etmirəmsə, güllə atçılığı üzrə 10 metr məsafəyə Avropa çempionatı İrəvanda olmalıdır. Mən məsəl üçün İradə Aşımova, güllə atçılığı üzrə millimizin baş məşqçisi Olimpiya mükafatçısına fikir öyrənmişəm. Dedi, yəni iştirak etməyəcəyik. Nəyə görə? Dedi, çünki MDB oyunlarında biz onlara zəmanət verdik, onlar gəlmədilər. O da mən də elə başa düşəm ki, onların gəlməməsinin səbəbi hardasa elə ağırlıq qaldırma üzrə Avropa çempionatında özlərinin verdiyi səhvə gedib çıxır. Çünki orada o təxribat törədəndən sonra onlar da fikirləşirlər ki, gələrlər burada hansısa bir təxribatla üzləşərlər, amma halbuki bizim dövlət tərəfindən tam zəmanət məktubu verilir. Və onlar buna gəlmədiyi üçün biz də deyir, ümumiyyətlə fikirləşmədik. Yəni ümumiyyətlə biz ki, Atçılıq Federasiyasının prezidenti, Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazovdur. Yəni istəsəydilər dövlət xətti formasında həll edə bilərdilər, amma yəni buna qarşılıq olaraq dedilər ki, yəni biz iştirak etmək istəmirik. Yəni belə deyək də, amma mən ümid edirəm ki, nə vaxtsa bu məsələlər tam yoluna düşəcək. Biz onların oralarda keçirilən Avropa dünya çempionatlarında iştirak edəcəyik, onlar burada iştirak edəcəklər və bu problemlər arxada qalxacaq. İnşallah, əlbəttə ki, mən də düşünürəm ki, idmanı siyasətə qatmaq olmaz. Belə, bəs 2026-cı ildə sizin hansı yarışlarınız var irəlidə, nə planlarınız var? Eynilə, 2026-cı ildə Karate Federasiyasının tərkibində olan bu üslubların hər birinin Avropası və bəzilərinin dünyası var.
Nəyə görə bəzilərini deyirəm? Çünki bəzi elə üslublar var ki, bunların dünya çempionatı 2 ildən bir, bəzilərində mütləq çəkidə 4 ildən bir keçirilir. Amma Avropa çempionatı ənənəvi olaraq hər il keçirilir və inşallah bunların hər birinin Avropa çempionatlarında iştirakımız nəzərdə tutulur. İnşallah sizə uğurlar diləyirik. Çox sağ olun. Yaxşı nəticələr əldə edəsiniz. Biz də baxaq sevinək. Səbuhi qardaşımız da həm tənqid eləsin, çünki Səbuhinin artıq motivində var, həm də ki, yaxşı sözlər yazsın, təbrik eləsin sizi. Səbuhi, mənim üçün çox maraqlıdır. Təbii ki, jurnalistika ümumi bir peşə sayılır, bu sahədə belə deyil. Amma burada da bunun sahələri var da, idman jurnalistikası var və digər siyasət var. İdmançıların hər hansısa bir verilişdə, ümumiyyətlə və yaxud da olsun müsahibədə qeyri-idman jurnalistləri ilə müsahibə verməsinə necə yanaşırsınız? Pis yanaşıram deməyim düzgün olmaz. Yəni idmançı, yəni digər idman jurnalistlərin, digər qeyri-idman jurnalistlərin müsahibə verə bilər. Amma təbii ki, yaxşı olardı ki, qeyri-idman jurnalistləri, mən məsəl üçün əvvəl işlədiyim ictimai siyasi saytda məsəl üçün olub ki, ətin bahalaşması ilə bağlı məni göndəriblər. Çünki ictimai siyasi saytda tək idman jurnalisti kimi fəaliyyət göstərməkdən əvvəl digər sahələr üzrə də bəzən göndərildiyim hallar olurdu çatışmazlığa görə. O məcbur olub o məqam üzrəndə hazırlaşıb gedirdim reportaj götürməyə. Deyək məsəl üçün yenə deyirəm də, məsələn, ətin bahalaşması ilə bağlı məsələn bir faktı göstərirəm ki, bu məsələ üzərində müəyyən bir araşdırma aparırdım, gedirdim. Və eləcə də qeyri-idman jurnalistləri müsahibə götürərkən idman jurnalistlə yaxşı olar ki, hazırlaşsınlar. Məsələn, son müsahibələrdə biz görürük ki, həmin jurnalist nə qədər öz sahəsinin peşkarı olsa belə, idmandan o qədər anlayışı yoxdur və verdiyi suallarda, aldığı cavablar da tam məsəl üçün qarşı tərəfin verdiyi cavablardan səndə yeni bir sual formalaşa bilər. Niyə bu belə oldu? Amma görürsən ki, onun davamı gəlmir. Çünki artıq bu öz sahəsinin peşkarıdır. İdman sahəsi üzrə o qədər də bilikləri çox deyil. Ona görə də hazırlaşma olsa, araşdırılma olsa daha yaxşı olar. Düzdür, təbii. Çünki bütün mən düşünürəm ki, verdiyim müsahibələrdə, aldığım cavablarda ümumiyyətlə adekvatlıq, ədalətlilik prinsipləri qorunmalıdır, sosial ədalət. Ona görə də düşünürəm ki, bir tövsiyə edərdik ki, bizim idman jurnalistləri, biz digər jurnalistlərin belə deyək də, şəxsiyyətinə, onların iş prinsipinə təbii ki, biz toxunmadan məsləhət görərdik ki, sırf idman jurnalistlərindən müraciət eləsinlər, çünki orada daha peşəkar yanaşma olur. Elə idman jurnalistlərinin özündə də indi tənqid eləməliyik də. İdman jurnalistlərinin özündə də yəni bəzilərində baxırsan ki, çox adam indi özünüz bilirsiniz də futbola köklənibdir. Bəli. Yəni bizdə ümumiyyətlə bizim özümüzdə də elə idmançılar arasında da bəlkə də o deyim var, federasiya rəsmilər arasında var. Onları bəzən futbol jurnalistləri və idman jurnalistləri kateqoriyasına bölürlər. Çünki futbol biraz daha fərqlidir. Hamı bilir ki, futbol daha çox sevilən idman növüdür. Bəli, əyləncə xarakterli. Ona görə də daha çox bizdə həm də futbolda daha çox maliyyə olduğu üçün, yəni biraz bu Azərbaycan reallıqda maddiyyat da o baxımdan öz sözünü deyir və daha çox jurnalistlərimiz futbol jurnalistikasındadırlar. Amma təbii ki, yaxşı idman jurnalistlərimiz də var ki, digər sahələrdə, yəni onluq saymaq çətindir, amma var. Ki, yəni belə idman jurnalistlərimiz də var ki, öz işlərini peşkardır. Çox gözəl. Biz bayaq verilişimizin əvvəlində də qeyd elədik və son günlər bizim əsas ana mövzumuz bundan ibarət ki, son günlər bizim bir neçə idmançılarımızın federasiyalarla bağlı şikayətləri deməyək, biraz yumuşaq desək, narazılıqlarını müşahidə edirik və onlardan biri bizim dostumuz karateci, belə deyək də, karatemizin əfsanəsi Rafael Ağayevdir və digər isə yenə sambo idman növünün əfsanəsi Zülfiyə xanım Hüseynovadır və istərdim ki, bununla bağlı biz bir müzakirə aparaq. Çünki onların da haqlı tərəfləri var, haqsız tərəfləri var və ikisində və federasiyaların da haqlı və haqsız tərəfləri var. Bir idman sakini kimi şəxsən mənim də xoşuma gəlmir ki, bizim idmançılarımız bəzən görsəniz narazılıqlarını bildirlər, haqlı olurlar.
haqlı olaraq və insanlar da negativ rəylər yazırlar. Çünki o belə deyim də sizə, o mətbəxi görmürlər də, orada hansı hadisə baş verir və idmançılarımız da məcbur olub gedib, yenə deyirəm, mən onu müzakirə eləmirəm, haqlıdır və yox. Görürsünüz, bəzən idman jurnalistlərinə müsahibə verirlər. Daha çox bu da aqressiya yaradır, qızıq yaradır insanlarda. Yəni, belə çıxır ki, biz əgər insanların hüquqlarını qoruyuruqsa, həm də biz federasiyaların da hüquqlarını qorumaqdır. Çünki federasiyalarda yaradan məhz insanlardır. İnsan öz yaratdığı, əmək verdiyi bir təşkilatın da hüquqlarını qorumalıdır və elə ilk öncə mən istəyirəm ki, biz Rəfail ilə bağlı danışaq və onu da qeyd edim ki, sağ olsun Qabil müəllim, mən bununla bağlı Karate Federasiyasının baş katibi Qabil müəllimə müraciət elədim. Qabil müəllim gəldi, sevərək və biz danışdıq ki, burada biz heç kimi günahkar axtarmadan çalışacaq məsələni biz pozitiv şəkildə həll edək bizim Səbuhi qardaşımızın köməkliyi ilə. Və mən Judo Federasiyası ilə də əlaqə saxlamağa çalışdım. Çox təəssüf ki, orada baş katibin müavini səhv eləmirəmsə Kamran bəy. Sağ olsun, o da bizdən də bir yaş da bir 10-15 yaş yəqin ikisi olar. Bizim mesajlara cavab vermədi və zəh də vurdum. Ola bilər ki, görməyib, ehtimal çox azdır, görməyib. Ola bilər. Əgər elədirsə, üzürlü hesab olunur. Yox, əgər elə deyilsə, yəqin ki, özü buradan baxacaq. Əziz qardaş, mən səndən yaşda bir 10-15 yaş böyüyəm, statusda da xeyli böyüyəm. Olsun, savadda da səndən bir 10-15 dəfə böyüyəm. Gərək bəzi məsələləri biz qərara alaq və burada biz Qabil müəllim sağ olsun gəldi, söhbət edəcəyik və Səbuhi müəllim gəldi. Biz bu barədə zaten siz oldunuz, olmadı, sizin haqqınızda girəsili edik. Amma sizin burada olmanız daha çox vacib idi. Belə. İlk öncə başlayaq biz Rəfail Ağayevdən. Rəfail Ağayevin, Səbuhi sən də izləyirsən, neçə vaxtda çıxışlarını görürsən və mən öz fikrimi sizdən sonra deyəcəyəm. Sən bu barədə nə düşünürsən? Mən də öz fikrimi Qabil müəllimdən sonra deyəcəm. Bəlkə ona o başlasın, sonra mən davam edeyim. Tamam. Qabil müəllim, siz federasiyanın rəsmi və səlahiyyətli şəxsisiniz və mən sizlə Rəfail ilə bağlı danışanda da açıq səmimi deyəcəm, sizin danışığınızda Rəfailə qarşı böyük bir məhəbbət hiss elədim. Səmimi deyirəm. Səmimi deyirəm. Mən onu elə Səbuhi ilə də danışanda dedim və bu məsələni siz daha yaxşı bilirsiniz, mətbəxdə nə baş verir. Yəni tam bir, belə deyim də, günahkar axtarmadan siz necə görürsünüz məsələni, necə həll eləmək olar? Söhbət elə bir şəxsdən gedir ki, o həqiqətən də həm əfsanədir, həm Azərbaycan xalqının sevimlisidir. İdmanda, karatədə öz sözünü deyən bir şəxsdir. Rəfail Ağayev kimi idmançının yetişməyi bir əsrdə ya gələr, ya gəlməz. Bu bir faktdır. Bunu heç kim dana bilməz. Rəfail Ağayev əgər bugün inciyirsə, deməli umur ki, inciyirdi. O insan umduğu yerdən inciyir. Əlbəttə ki, Rəfail Ağayev kimi bir şəxsin, bir idmançının, bir peşəkarın kənarda qalmağı heç vaxt nə düzgün olmaz, nə də bu uzun müddətli ola bilməz. Hər halda bunun üçün ölçülər götürülür və yəqin ki, məlumatlısınız, bizim Azərbaycan Karate Federasiyasının prezidenti, hörmətli millət vəkili Bülbül müəllim bu barədə çıxışı oldu, görüşləri oldu və şəxsən mən federasiyaya öncə assosiasiya idi. Gələndə ilk danışıqlarda, yəni Rəfail Ağayevin baş məşqçi olması gündəmdə idi, vitse-prezident olması gündəmdə idi. Hər halda Rəfail Ağayev ya zamanı ilə bağlı, ya işi ilə bağlı ola bilər ki, hələ ki orada deyil, amma bu mütləq olacaq. Mən elə düşünürəm. Çünki Rəfail Ağayevin Azərbaycan karatesində xüsusi möhrü var. Və hamı da sevir onu. Mən çox üzr istəyirəm. Oğlumla getmişik, futbol oynayırıq, deyir ki, Rəfaillə bir dənə şəkil çəkdim. Əlbəttə ki, bunu hər kəs sevir. Rəfail Ağayevə də xüsusi hörmətim var. Mən hər zaman da ona yaxınlaşıb deyirəm ki, Rəfail, sən ən başda oturmalısan. Yəni, yəqin ki, bayaq səmimi söhbətimizdə. Bəli, çox düzdür. Mən icazənlə yəni tək belə qonaq qismində yox, həm də jurnalist qismində bir sual da verim. Yox, sən biz burada mən
interaktiv olsun. Apartı qismində deyil, ümumiyyətlə sizin də mənə sual vermə hüququnuz var. Biz hər Çünki kəs elə Qabil bəy burada olmuşkən Bəli, elə bəli. özümə maraqlı olan bir sual verim. Yadımdadır ki, bir ara o vitse-prezident kimi əslində var idi, səhv etmirəm. Siz dediniz ki, vitse-prezident kimi olması söhbəti var. Vitse-prezident kimi səhv etmirəmsə var idi, amma bilmirəm, orada desəm VKF-in vitse-prezidenti kimi. Bəli, Yəni Azərbaycan açıqlama verərəm. Hə. Sonra o bir açıqlama verdi. Ondan sonra özü dəsən orada etiraf elədi ki, mən artıq o postdan imtina edirəm. Nəsə səhv etmirəmsə belə idi, bəlkə də səhv edirəm. Amma bilirəm ki, daha artıq o postda deyil. Ona da bir aydınlıq gətirərdiniz. Yəni onu da bəzən elə çox adam da həm də qarışdırırdı ki, VKF-in vitse-prezidenti yoxsa Azərbaycan Karate Federasiyasının vitse-prezidenti idi. Çünki bilirsiniz ki, Azərbaycan Karate Federasiyasının içərisində Azərbaycan Milli Karate Federasiyası da var ki, hansı ki, Yaşar Bəşirovun rəhbəri olduğu federasiyada. Yəni o məsələyə də aydınlıq gətirərdiniz, zəhmət olmasa. Tamam. Demək, yəqin ki məlumatınız var. 2023-cü il fevral ayının 8-də Azərbaycan Karate Federasiyaları Assosiasiyası yaradıldı və tərkibində Hapkido da olmaqla 7 federasiya, keçmiş federasiya tərkibində var idi. Amma ümumi status olaraq ancaq Azərbaycan Karate Federasiyası statusu aldı. Bir ildən sonra Dünya Karate Federasiyasının tərkibinə daxil olmaq üçün mütləq idi ki, nizamnamədə dəyişiklik olsun və Dünya Karate Federasiyasının tərkibinə daxil olsun Azərbaycan Karate Federasiyası. VKF-in yəni. Bəli, VKF mən özüm Azərbaycanca deyirəm də, yəni VKF kimi tanınan və bunun üçün də assosiasiya yox, Azərbaycan Karate Federasiyası yaradıldı və Azərbaycan Karate Federasiyasının tərkibində üslub olaraq digər o bildiyimiz, tanıdığımız və bəzi insanlar tanımır. Məsələn, Vadaryo, Shitaryo, Gojuri bugünkündə çox səslənməsə də, hansı ki, bunlar VKF-in hal-hazırda tərkib hissələridir. Vadaryo, Shitaryo, Gojuri və Shotokan. Üslub olaraq Azərbaycan Karate Federasiyasının tərkibində fəaliyyət göstərməyə başladılar. Və başladılar deməyim, davam etdilər. Çünki Azərbaycan Karate Federasiyaları Assosiasiyası 97-ci ildə yaradılmışdı. Sadəcə fəaliyyətini bərpa etmişdi. Həmin bu üslubların hər birinin rəhbərliyi, prezidenti, vitse-prezidenti vardı. Və siz qeyd etdiyiniz kimi, keçmiş Milli Karate Federasiyası, hansı ki, VKF qolunda fəaliyyət göstərirdi, orada Rafael Ağayev vitse-prezidentidir. Və ondan başqa da bir nəfər var desəm, Qurban müəllim desəm. Bəli, Qurban müəllim də eyni ilə. Və Rafael müəllim bugün dərs keçir o, Rafael Ağayev, ona görə mən Rafael müəllimi deyə müraciət edirəm. Yəni ən haqq edənlərdən də biridir də, yəni ki, bu adı almağa. Belə bir çıxış etdi. Biz hamımız məyus olduq. Əlbəttə ki, bizə bu xoş deyil idi və ilk olaraq onun müəllimi Hüzur Musayev də Rafael müəllimlə danışdı, Rafael Ağayevlə və anlaşmazlıq var yəqin ki, bu öz həllini tapacaqdır. Amma Azərbaycan Karate Federasiyasının vitse-prezidenti bugünkü gündə, yəni Füzuli Musayev, Rəhman Hətəmov, Allahverdi Rüstəmov və Fərid Əsgərov. Rafael Bünyatov yox. Xeyr, Rafael O Bünyatov. amma mənə müsahibəsində bildirmiş ki, mən də vitse-prezident. Yox, onlar nəzərdə tutulurdu ki, yəni Rafael Bünyatov olsun, Rafael Ağayev olsun. Hal-hazırda deyirlər. Belə çıxır ki, o belə deyim də, o digər federasiyalar federasiya kimi öz statusunu itirdiyinə görə, yəni avtomatik olaraq vitse-prezidentlər ayrılırlar. Yox, biraz düzəliş verim. Həmin federasiya, keçmiş federasiya rəhbərləri birbaşa idarə heyətinin üzvü oldular. Onlar keçdilər idarə heyətinin. Rafael Bünyatov, bəli, idarə heyətinin üzvüdür. Sadəcə onlardan bəziləri vitse-prezident oldu, bəziləri idarə heyətinin. Və bunlar da yenə iki qola ayrılırdı. İdman karatesi üçün məsul vitse-prezident, kontakt üslubu üzrə məsul vitse-prezident və digər məsələlər üzrə, məsələn, maliyyə olsun, digərləri. Üzrsən, birinci müsahibədən danışmasın, hələ o lap əvvəldə o vitse-prezidentdən imtina etməsi söhbəti. Səhv etmirəmsə, onda belə bir söz işlətmişdi ki, zaten düzdür, çox yerdə əslində vitse-prezident ictimai əsaslarladır. Yəni zaten bu vitse-prezident adı var da, mən onsuz da buradan pul almıram və ona görə də çıxıram. Belə bir söz də işlətmişdi. Amma olmazdımı ki, yəni Rafael Ağayevə müəyyən qədər belə deyək də federasiya adından pul
mükafatı təyin edilsin, aylıq Qonorar. olaraq da, qonorar olaraq maaş alsın, belə deyək, federasiya. Çünki idmançı olaraq indi düz deyirsiniz ki, uşaqlar hazırlaşdırır, oradan indi müəyyən qədər pul qazanır, amma idmançı həyatı elədir ki, anar da bilir də, bitirdikdən sonra başqa bir əgər biznesi yoxdursa, onun maaş almaq imkanları məhdudlaşır. Ona görə olmazdımı ki, yəni vitse-prezident olduğu müddət hələ indi mən indiki müsahibəyə qayıtmıram. O müddətdə bir maaşla təmin olunsun və mükafatla təmin olunsun. Əlbəttə yaxşı olardı. Amma çox təəssüf ki, Azərbaycan Karate Federasiyasının bu gün sponsoru yoxdur. Biz ən çox çətinlik çəkirik sponsorluqda. Bu gün Azərbaycan Karate Federasiyasına elə buradan da öz təşəkkürümü bildirirəm ki, Gənclər və İdman Nazirliyi dəstək olur. Yəni bu dəstək olmasa yəqin ki, Karate Federasiyasının aqibəti Çox üzr istəyirəm. Sizdə digər vitse-prezidentlər maaş alır? Xeyr. Onlar da Heç bir ictimai vitse-prezident. əsasda. Xeyr, heç bir. Aydın. Mən istərdim ki, sizin öncə Qabil müəllim sizin, sonra Səbuhin fikirlərini biz öyrənək. Və istərdim ki, özümə bu barədə bir son söz saxlayım. Yəni gedişat olaraq son söz deyim də, belə deyim. Mən Rəfailin özü ilə də əlaqə saxladım və onun fikirlərim də mənim üçün maraqlı idi və üstəgəl əlavə olaraq da digər keçmiş çıxışlarına da baxdım. Açığı qeyd edim ki, Rəfail indi dostumuzdur bir başqa məsələ. Rəfail həm idmançı kimi də böyük bir əfsanədir. Həqiqətən böyük bir əfsanədir. Bu boş yerə deyilmir də. Həm də məşqçi kimi mən onun biz hazırda bir yerdə məşq edirik də. Bir idman zalında məşq edilir. Baxıram, bir neçə tələbəsi ki var, onları hazırlayır və onun məşq prosesinin ümumiyyətlə komandanın necə qurmalı prosesinə mən keçən dəfə efirdə qulaq asdım. İndi mənim də işim həm idarəçiliklə bağlıdır da, İdman Federasiyalar İdarəçiliyi ilə bağlı və çox bəyəndim. Həqiqətən çox bəyəndim və mən düşünürəm ki, həqiqətən Rəfaili yenidən, yəqin ki, sizdə federasiyada da artıq bu söhbətlər gedir və Rəfail mütləq federasiyaya qayıtmalıdır və Rəfail düşünürəm ki, orada bilmirəm indi hansı vəzifə siz düşünürsünüz Rəfailə. Misal üçün, mən Rəfailin özünə də qeyd elədim ki, əsasən bu vəzifə Beynəlxalq Olimpiya Komitəsində və digər böyük federasiyalarda bu vəzifə var, hansı ki, onlar çox böyük maşraflı federasiyalardır. Bu əsasən Amerika, Kanada üsuludur. Misal üçün, idman innovasiyaları və beynəlxalq yerli bir elimdə idman görümlü koordinasiya. Bu vəzifə mən Rəfailə dedim ki, bu sənəd daha uyğundur. Çünki həm layihələrin icra olunması ilə bağlı. Çünki bugün bilmirəm siz istifadə edirsiniz beynəlxalq qrantlardan ya yox, ya beynəlxalq startaplardan istifadə edirsiniz ya yox. Misal üçün seminarların keçirilməsidir, yarışların təşkil olunmasıdır. Bundan istifadə edirsinizsə nə gözəl. Bu həqiqətən çox innovativ bir sistemdir bu. Misal üçün, Rəfail onları gözəl idarə edə bilərdi. Sonra koordinator... Əlbəttə, bugünkü Rəfail Ağayev beynəlxalq seminarlar verir, ölkələrə gedir. Yəni, özü də buna layiqdir də. Yəni, bu bütün dünya tanıyır. Bunun birbaşa, misal üçün, fiziki şəxs kimi yox, hüquqi şəxs kimi getməsi, misal üçün, koordinator kimi yarışların planlaşdırılması ilə bağlı, tutalım ki, indi siz daha gözəl bilirsiniz də, hansı yaş qrupu hansı yarışa daxil gedir və yığma komandanın tərkibinin formalaşdırılması, bunlar hamısı koordinativ bir sahədir də. Kurator kimi olsa daha yaxşı. Necə güləşdə əslində o sistem yaradılıb. Koordinator, kurator kimi bildim, koordinator eyni bir şey. Və güləşdə artıq o funksiya yaradılıb. Məsələn, Hacı Əliyev sərbəst güləşdə, Rafiq Hüseynov Yunan-Roma güləşində, qadın güləşində Mariya Stadnik qoyulubdur. Yəni o struktur formalaşdırılıbdır. Bəli, həm də bunlar idman elçiləridir. Karatedə də olsa daha yaxşı. Azərbaycanda Karate Federasiyasında bizim bir çox dostlarımız var da. Misal üçün Rəşad Hüseynovdur, Şahin Atamovdur. Bunlar hamısı bizim görkəmli idmançılarımızdır və digərləri də var. Ola bilər hansısa bir adını unutdum. Bunlar yaxın dostlarımızdır, niyə deyirəm. Amma bölgələrə gedəndə əsasən tanınan, hələ söhbət Azərbaycandan gedir. 10 nəfərin 10-da Rəfaili tanıyır. Yəni Rəfailin bir çağırış eləməsi ilə digər karateçilərin çağırış eləməsi çox fərqlidir. Ona görə deyirəm ki,
dünyaya gedəndə yenə Rafaelin tanınması ilə digər karatəçilərin Federasiyanın özünün də reklamı üçün tanınması, yaxşıdır. bəli, federasiyanın nüfuzu baxımından da. Yəni düşünürəm ki, buna görə bir federasiya üçün minimal bir xərc çəkmək olar ki, Rafael həm özü də şad olsun, həm gəlsin fəaliyyət göstərsin. Çünki Rafaelin bugünkü gün kənarda qalması həm özü üçün yaxşı deyil, həm federasiya üçün yaxşı deyil, həm biz idmançılar üçün yaxşı deyil, həm də ictimaiyyət üçün yaxşı deyil. Düşünürəm ki, elə bizim Ülvi müəllimə də böyük hörmətimiz var. Belə vaxtaşırı bir tədbirlərdə də görüşürük. Həqiqətən yüksək mədəniyyətə layiq bir insandır. İndi mən hələ statusunu qoyuram bir kənara. Yəni düşünürəm ki, Ülvi müəllim də elə bu verilişdən sonra da bir belə deyim də bir yaxşı bir ölçü götürəcək federasiyada. Çünki bizə xoş deyil ki, biz baxırıq, idmançılar şikayətlənir, haqlı yerə şikayətlənir. Adam həqiqətən pis olur. Bax, buradan bizim tamaşaçılar da baxır. Düşünürəm ki, elə bundan sonra siz də bir qərara gələsiniz federasiya olaraq ki, bizim Rafael qardaşımızı yenidə biz federasiyada görüb və təbrik edib. Elə ümumi biz sizi təbrik edəcəyik. Elə bizim bu verilişimizdə düşünürəm ki, bir körpü olsun ki, bir sülh körpüsü ki, elə üçlükdə biz yenidən Rafael qardaşımızı Karate Federasiyasında görək. Hər halda Rafael Ağayev onsuz da federasiyanın içindədir. Yəni inşallah ki, o anlaşmazlıqlar da çözülər. Ümid eləyək ki, belə deyək də, indi Ülvi Quliyev federasiyanın prezidenti əvvəldə müsahibələrində bildirmişdi ki, əgər yaxşı bir sponsor gələrsə, səhv etmirəmsə belə bir cümlə var idi. Mən yadımda ki, FN-də keçirilən mükafatlandırmanın həm də Azərbaycan çempionatı var idi. Orada jurnalistlər arasında mən də var idim. Orada səhv etmirəmsə belə bir cümlə işlətmişdi ki, yaxşı sponsor gələrsə, mən federasiya rəhbəri postuna getməyə hazıram. İndi ümid eləyək ki, yaxşı bir sponsor gələr. İndi fərq eləmir, Ülvi müəllim prezident olsun, yaxud bir qeyri kimsə olsun. Amma federasiyanın maliyyə durumu yaxşı olsun və Rafael Ağayevə də orada bir vəzifə verilsin, maaşlı vəzifə təbii ki. Yəni çünki Rafael Ağayev bu maddi baxımdan hər hansı bir əziyyət çəkməsin. Ümid edirəm ki, 2026-cı ildə yaxşı olar, yaxşı sponsor tapılar. Əslində məncə sponsorların özünün də marağında olmalıdır ki, belə deyək də, Rafael Ağayev kimi titullu idmançıya 5 qat dünya çempionu, 11 qat Avropa çempionuna sponsorluq eləsin. Rafael idmançı eləmək istəmirlərsə federasiya eləsinlər. Bəli. Rafael Ağayev də gətirsinlər, hər hansısa bir vəzifəyə qoysunlar. Əlbəttə ki, ümumiyyətlə bir vəzifədəki innovasiya var. Bunu düzdür, hər adam icra eləyə bilməz. Amma əgər Rafael kimi idmançıdan söhbət gedirsə, düşünürəm ki, bu innovativ işləri Rafaelə versəz, bu daha gözəl olar. Misal üçün, yenə deyirəm, startup layihələri var, grant layihələri var. Rafael həm də uşaqlar sevir, gənclər sevir. Ona görə düşünürəm ki, daha yaxşı addım olar. Mən Səbə qardaşımızın bayaq toxunduğu bir məsələyə toxunmaq istəyirəm. Yəqin ki, bilirsiniz ki, Azərbaycan Karate Federasiyasında bu gün idarə heyəti olsun, rəhbərlikdə təsadüfi heç bir kəs yoxdur. İstər Ülvi müəllim olsun, istər Füzuli müəllim olsun, istər Rəhman müəllim olsun, Allahverdi müəllim olsun, baş katib olsun, məsul katib olsun, hamısı karatedən gələn şəxslərdir. Yəni bunları yəqin ki, Bəli. bəli. Dostlarımız hamısı İdarəçilik siyasətinə gəlincə, Ülvi müəllimin apardığı siyasət, idarəçilik, yəni bugün hər bir kəsi qane edir. Biz bir idmançı olaraq, bugün rəhbər olaraq Ülvi müəllimi hamımız başda görürük. Çünki onun apardığı idarəçilik siyasəti özünü doğruldur və hər kəs bundan razıdır. Əlbəttə ki, sponsor olmaq çox gözəl olardı. Sponsor bugün Azərbaycan Karate Federasiyasının ən çox çətinlik çəkdiyi sponsorluq tərəfidir. Yenə də qeyd edirəm, bayaq da qeyd edirdim. Sağ olsun Nazirlik, Gənclər İdman Nazirliyi ki, bizə dəstək olur. Bugün o olmasa daha da çətin ola bilərdi, amma müəyyən dəstək var ki... Dəstəyi izah eləyək də, dünya və Avropa çempionatlarına idmançıların getməsi ilə bağlı dəstək. Bəli. Dünya və Avropa çempionatlarına getməsi. Karatənin bütün növləri üzrə də. Bəli. Hər bir üslub dünya və Avropa çempionatlarında. Amma o da yəqin ki, müəyyən məhdud formada eləyir də. Deyək, məsələn, 5 dənə idmançının pulunu ayırır, 5-i sizdə qalırsa, artıq siz məcbursunuz ya öz hesabınıza, ya idmançının öz hesabına eləməyə. Yox, əsas çəkilərdə idmançıları göndərə bilərik.
Yəni narazı Ümumiyyətlə olan- federasiyalar bütün dünyada belədir. Modelinə görə iki hissəyə bölünür. Olimpiya növü üzrə fəaliyyət göstərən federasiyalar və qeyri-olimpiya növü üzrə fəaliyyət göstərən. Qeyri-olimpiya növü üzrə fəaliyyət göstərən federasiyalar qismən dövlətdən dəstək görür Bəli. və olimpiya növü üzrə fəaliyyət göstərənlər isə birbaşa dövlətdən dəstək görür. Bu Dotasiya hesabı. bəli, o tək bizdə deyil, bütün dünyada bu Doğru. problemdir və ona görə də belə biz bütün verilişlərimizdə hər zaman qeyri-olimpiya növü üzrə fəaliyyət göstərən federasiyalara biz onlar daha təcrübəlilər var təbii ki içində. Biz də bir menecer olaraq, idman meneceri olaraq həmişə tövsiyə edirik ki, kreativ sənayedən istifadə eləsinlər, qrantlardan istifadə eləsinlər. Baxın, mən 2025-ci ildə bununla bağlı bir məqalə yazıb İdman Akademiyasına təqdim eləmişəm. İndi hazırda akademiyanın jurnalında çıxacaqdır və orada mən nə qədər mümkün istifadə olunacaq yerli və beynəlxalq startap və layihələr və qrantlar var ki, ondan biz istifadə edə bilərik. Baxın, bu ilinkini də mən götürüb paylaşacağam və yenə də qeyd edirəm. Hər hansı bir federasiya istəsə, mən o ünvanları təmənnatlı şəkildə ataram. Yetisər ki, bizim federasiyalar bu qrantlardan, bu layihələrdən istifadə eləsin. İldə bir federasiya düşünürəm ki, bir 3-4 layihədə iştirak eləsə, bir xeyli pul əldə edər ki, onu da ki, federasiyanın idmançılarına, məşqçilərinə bölə bilər. Və Rafaellə də bağlı biz danışdıq və belə arzulayırıq ki, biz tez bir zamanda məsələ yolunu tapacaqdır. Çünki yəqin ki, verilişimizdə bizim Karate Federasiyasının rəhbər heyətdə baxacaq, başda müəllim olmaqla. Elə siz də orada böyük bir vəzifə daşıyırsınız, səlahiyyətiniz var orada. Siz də daha böyük bir ölçü götürəsiniz Rafaellə bağlı. Və növbəti bizim mövzumuz, idmançımız Zülfiyə Hüseynova haqqındadır və istəyərdim ki, onunla da bağlı siz də bir federasiya rəsmisi kimi, yenə deyirəm, biz ədalətli qərar olaraq biz Judo Federasiyasından da baş katibliyi dəvət eləmişdik, sağ olsunlar. Onlar gəlmədilər. Amma yenə də biz ədalətli danışaq ki, peşəkar kimi bunu da bir xarakterizə edək və mən öz fikrimdən öncə istəyərdim sizə bir görüntünü təqdim edeyim. Baxın, deməli, Zülfiyə xanım özü digər xanım jurnalistin verilişində öz bir fikir səsləndirib, bunu dinləyin, zəhmət olmasa bu fikri. Buna görə qalan ömrümü idmana evlidir ki, onda bir zal tap, zalı təmir edərik, arenda pulunu verərik, işləyərsən. Mən elə istəmirəm. Mən istəyirəm ki, Azərbaycanlı balalar havayı öyrənir. Çünki idmana gələn, idmanda olan, nəticə verən, bizim kimi nəticə verən hamımız kasıb ailənin balası. Heç bir imkanlı ailənin balası gəlib mənim kimi o deyir 9-cu fəqrəsindən başqa bütün fəqrələrini sındıran deyil. Nə də ki deyir o yırtıq edən deyil, nə diz. Bu videonu mən sizə niyə göstərdim? Təəssüf ki, Rafaellə bağlı dediyim məsələ fərqlidir mənim üçün. İstərdim burada elə birinci özüm bir mövqeyi bildirim, bu məsuliyyəti özlərimə götürüm. Amma bu fərqlidir. Düzdür, Zülfiyə xanım da bizim çox böyük idmançılarımızdan olubdur. Yəni, onun verdiyi nəticələri samboda düşürəm ki, heç kim verməyibdir. Ədalətli olaraq mənim özüm belə idmançı kimi, Zülfiyə xanım kimi nəticələri verməmişəm, əldə eləməmişəm. Ona görə biz Zülfiyə xanımı alqışlayırıq ki, həm böyük bir idmançı kimi, həm açıq fikirli olduğuna görə. Bu videoda siz yəqin ki, baxdınız, deməli burada özü dediyinə görə, xanımın dediyinə görə federasiya təklif eləyib ki, sən bir zal belə təyin elə, həmən zalı biz təmir edək və içinə avadanlıqları yerləşdirək. Yəni söhbət döşəklərdən gedir, güləş döşəklərindən və bir tatami. Və götürün ki, bir 20-25 min zalın təmiri, bir 15 min, 10-15 min də onun avadanlıqları, bu söhbət tatamidən gedir, güləş tatamisi, bir 35-40 min civarı və üstəlik də federasiya xanımın öz sözlərinə görə. Federasiya da deyir ki, üstəlik də hər ay biz sizin zalınızın icari haqqını ödəyəcəyik. Yəni, bu da, bilmirəm, 500 manat və ya 1000 manat civarında ola bilər. Yəni, əslində,
Əgər biz ədalətli qərar verirsə, danışırıqsa, indi biz burada məhkəmə orqanları deyilik, sadəcə bir istəyirik ki, ədalətli olsun və idmançıdan yanayıq biz, düzdür. Amma elə məsələlər var ki, orada insan biraz sosial ədaləti qorumalıdır. Yəni federasiya burada düşünürəm ki, haqlıdır və çox yaxşı təklif də eləyir və Zülfiyə xanım orada qeyd edir ki, mən idmançılardan pul ala bilmərəm və biz də, siz də zamanda məşq keçəndə, tələbələri öyrədəndə, biz xidmət göstərəndə təbii ki, kasıb uşaqlardan biz pul almamışıq, xidmət haqqı. Amma nisbətən imkanlı ailələrdən biz xidmət haqqımızı almışıq, çünki bizim də onların necə valideynləri o sahədə xidmət göstərib, özləri üçün bir vəsait əldə edirsə, bizdə də elədir. Düşünürəm ki, o zaman biz ədalətsizlik, Zülfiyə xanım dediyi ədalətidir. Düşünürəm ki, burada çox yaxşı təklif olunubdur. Mən Zülfiyə xanımın yerində olsaydım, həqiqətən o seçimi edərdim. Yəni, çox gözəl bir seçimdir. Bilmirəm, Zülfiyə xanım niyə şikayət edir. Yəni, mən bu barədə federasiyadan yanayım. Düzdür, federasiya, belə deyim, bu federasiyanın günahı burada hardadır mənə görə. Çünki federasiya xanım deyir ki, mən öncə yaxınlaşdım, işlə bağlı müraciət elədim. Burada HR-ın yaxşı işləməməsindədir problem. Çünki xanım kurator olmaqla bağlı, koordinator olmaqla bağlı özündə təkil verib özünü. Təbii ki, hər bir şəxs, hər bir vətəndaş istənilən bir vəzifəyə öz təklifini irəli sürə bilər. Hətta görürsünüz, biz elə bizim Milli Məclisə seçkilərimizdə də istənilən şəxs Azərbaycan vətəndaşı öz təklifini irəli sürə bilər. Amma işə götürən tərəf bunu götürə də bilər, götürməyə də bilər işə. Və burada baxır onun o şey var, insanda yumşaq və sərt bacarıqlar. Bunları analiz edib işə götürən götürür. Əgər burada HR tam vəzifəni açıqlayıb və niyə olar, niyə olmaz sözünü desəydi, bəlkə xanım da anlayışlı qarşılayardı, heç bu qədər də əsəbləşməzdi. Yəni, ona görə də, mənə görə burada federasiyanın da təqsiri var, amma Zülfiyə xanıma da təqsirli olmalarına baxmayaraq, düşünürəm ki, Zülfiyə xanıma çox yaxşı bir təklif irəli sürüblər. Və bununla da bağlı da istəyirəm, siz də bir fikrinizi bildirəsiniz. Mən bir dənə deyim, əslində Zülfiyə xanımın videosuna baxmamışdan qabaq, mən də müəyyən qədər Zülfiyə xanıma niyə iş verilməməsinə görə bəlkə də federasiyanın müəyyən mənada qınayırdım, amma sonra videosuna baxandan sonra və qarşı tərəfin də fikrini öyrəndikdən sonra məlum oldu ki, bəli, Zülfiyə xanım yəni haqlı deyil bu məsələdə. Nə də haqlı deyil. Deməli, adama sən qeyd elədin də, zal verirlər, deyirlər ki, icarə haqqını ödəyirik və sən, belə deyək də, uşaqlardan aldığın pulla özünü təmin edirsən. Bu, dünyanın hər bir yerində var, Azərbaycanda, yəni normal bir prosesdir. Bu isə qadir qeyd edir ki, Zülfiyə xanım qeyd edir ki, mən Azərbaycanlı balalardan pul almayarım. Biraz mental hissləri qatır da, mənəvi hissləri qatır. Yəni, onda əgər bu məntiqlə onda gərək heç kəs işləməsin. Yəni, hamı gözləsin ki, elə federasiyanın daxil müəyyən bəlli büdcəsi var, bu büdcə normal. Sonra bu adamın elə bir məşqçilik kateqoriyası yoxdur. Çünki judoda biliriz ki, sərtləşdirilibdir. Beynəlxalq Judo Federasiyasının məşqçilik sertifikatı almalısan. Sən məşqçilik keçmək üçün gərək o sertifikata malik olmalısan. Sən ancaq veteranların, judoda ümumiyyətlə bu xanımın elə bir nəticəsi yoxdur. Yalnız veteranların dünya çempionu olubdur. Onu da yəni, biz işıqlandırırıq hər zaman. Yox, deməli, üzrsən 93-cü ildən 98-ci ilə qədər. Samboda. Bəli, yox, 93-cü ildən 98-ə qədər judo yarışlarında, beynəlxalq yarışlarda iştirak edibdir. Əsasən Avropa çempionatlarında. Amma nəticəsi olmuyor. 7-ci yerlə kifayətlənibdir və 96-2000-ci illərdə səhv eləmirəmsə, Olimpiya oyunlarında iştirak edibdir. Orada da yenə səhv eləmirəmsə 5-ci nəticəni əldə edibdir. Yəni, istənilən halda medal qazanmayıbdır. Sambodakı uğurları yoxdur. Sambodakı uğurları həqiqətən biz, məsələn, Federasiyanın, Sambo Federasiyasının prezidenti Ceyhun müəllim, o da neçə qat dünya çempionudur. Zülfiyə xanım da, məsələn,
qadın idmanı üçün yəni həqiqətən kifayət qədər yaxşı göstəricidir. Böyük nəticələr. Amma judoda o nəticəsi yoxdur. Məsələn, bir ara para judoda özü yoxladı. Orada sonra düzdür dopinqə düşməsi halda oldu. Sonra indi judoda veteranların dünya çempionatına iştirak edir. Ardıcıl ikinci dəfə səhv etmirəmsə dünya çempionu oldu. Bu məqamlar var. Amma peşkar judoda idmançı kimi, yəni belə çox böyük, ciddi uğur, yəni medaldan söhbət gedir də, uğuru yoxdur və məşqçilik bacarığı yoxdur ki, yəni bu adama bir müəyyən qədər haqq qazandırasan. Bir də indi yəqin ki, Qabil bəy də danışacaq. Məsələyə toxunum, biraz mövzudan kənara çıxacaq. O müsahibənin əvvəlində idman jurnalistlərində qınayır ki, yəni biz axırda sizə gəldik, pənah tapdıq. İdman jurnalistlərinin neçəsinə dedik, yəni hamısı boyun qaçırtdı. Boyun qaçırtdıqlarını bilirəm. Məsələn, kimlər təxmini dövlət kanalı olubdu, başqa bir kanallar, jurnalistlər olubdu, amma şəxsən mənə müraciət eləməyibdi. Amma mən həm buradan elə demək istəyirəm ki, elə Zülfiyə xanım elə dünya çempionatına getməmişdən qabaq, səhv etmirəmsə Parisdə idi. Dünya çempionatına getməmişdən qabaq, ondan əvvəl də müsahibə üçün biz tribuna vermişik. Orada da elə tənqidi fikirləri var idi. Biz həmin müsahibəsində fikirlərini bildirmişdik. Sonra özü də bildirmiş ki, mən federasiyanı tənqid etmək üçün mətbuat konfransı keçirəcəm jurnalistlər üçün ki, orada fikirlərimi çatdıracam. Ancaq o mətbuat konfransını keçirmədi və sonra gəlib o verişdə idman jurnalistlərini günahlandırır ki, bilmirəm hansı idman jurnalistlərinə müraciət edib, idman jurnalistlərini günahlandırır, hamını ümumi belə deyək də bir formada günahlandırır ki, yəni mən kimlərə müraciət etdimsə, heç biri mənə yer vermədi və nəticədə mən sizə Səidə Bəkir qızına müraciət etməli oldum. Siz də sağ olun ki, məni işıqlandınız. Yəni bu formada. Yəni bir növ idman jurnalistlərini də qeyri-peşkarlıqda günahlandırır ki, yəni mənim də əlimdə faktlar var ki, mən Zülfiyə xanım sizə axı dünya çempionatına getməmişdən əvvəl də getdikdən sonra dünya çempionu olduqdan sonra da saytımızda yer vermişəm. Yəni nömrəmi də bilirdiniz, istəsəydiniz zəng eləyərdiniz. Baxın, Səidə xanıma indi bizim də jurnalist kimi bir Azərbaycan xanımı kimi hörmətimiz var. O da öz sahəsində peşəkardır təbii ki. Amma bu idmandır. Mən ona görə bərk edirəm ki, idmançılar çalışıb gətirən idman jurnalistlərinə üst tutmalıdırlar ki, ədalətli qərarlar verilsin də danışıqlarında. Müəllim, sizin bu barədə fikriniz, siz necə düşünürsünüz? Bir peşəkar idmançı kimi, məşqçi kimi və bir idarəçi kimi? Bilirsiniz, Azərbaycan Judo Federasiyası ən lider federasiyalardan biridir. Deyərdim ki, ilk üçlükdə, beşlikdə yer ən çox federasiya. il ərzində yarışlara qatılan. Ardıcı ikinci ildir nazirin səs verməsi. Bəli, yəni onların da çox mükəmməl idarə heyəti var. Hər halda onların özləri bu qərar versələr daha yaxşı olar. Çünki bizim Karate Federasiyasının işi kifayət qədərdir və mən düşünmürəm ki, mənim orada hansısa bir rəis eləməyim düzgün olar. Biz təbii ki, hər şey gözəl. Məsələn, burasındadır ki, orada da o daha çox baş katib postunu günahlandırır. Siz də burada elə baş katib postundasınız, elə hardasa həmkarınız nöqtədə. Biz ona görə qəbul edik. Onların baş katiblərinə də müraciət elədik. Amma onlar niyəsə qorxurlar. Mənim üçün birisinə maraqlıdır. Baxın, biz problem yaratmaqdan, həmişə deyirəm, problem yaratmaqdan qorxmuruq. Problemi gizlətməkdən də qorxmuruq. Amma problemi həll etməkdən qorxuruq. Qardaş, burada heç kimi öldürmür, asmır, kəsmir. Bax, sizlə biz necə, sağ olun ki, gəldiniz. Oturduk biz. Bəli, oturduq, məsələni danışdıq. Jurnalist qardaşımız da çağırdıq. Özdəki Səbuhi həyatda o qədər sərt deyil, belə gülərz oğlandı. Amma çox sərt idman jurnalistidir. Həqiqətən. Hətta biz Səbuhi ilə biz o məqamda dostlaşmışıq. Həqiqətən. Bəzi karakterlərimiz uyğunlaşıb deyə, bir-birimizi tənqid edir. Bəli. Tənqid edirlər birimizi, biz dostlaşmışıq ki, bizim oxşar tərəflərimiz var. Mən yenə də deyirəm ki, baxmayaraq ki, onlar gəlmədi, amma yenə də biz ədalətli danışır və biz burada təbii ki, hüquqi bir qiymət vermirik, amma tamaşaçılar başqa mənzərə görür də. Misal üçün, mən gəlib oturub danışıram, burada içimdən gələn hisslərimi danışıram, qarşımdakı jurnalistlər və qarşı tərəf yoxdur burada. İstədiyim sözləri mən deyə bilirəm və biraz məsuliyyətdən kənara çıxıb, məsuliyyətsiz edib danışıram. Həm mən federasiyanı aşağılayıram burada.
həm öz imicimi nisbətən aşağı salıram burada. Çünki insanların o yazıq formatlara baxması insanı heç vaxt qaldırmır o. Vaxtında mən də bu mərhələni keçmişəm, Sabih ona şahiddir. Mən özdə bir söz deyəcəm. Baxmayaraq ki, məndən çox nazirliyi tənqid edən idmançı olmayıb. Şahidsən də, mən birbaşa özdə indiki nazirliyi də, bundan əvvəlki heyəti də birbaşa adlarını çəkərək və mən İdman şöbəsinin bundan əvvəlki idman şöbəsinin müdürüdür. Baxmayaraq ki, mən deyirəm ki, o məndən dəfələrlə böyük idmançı olub. Amma belə deyim də, böyük idmançı olan, bəli, adını çəkdim Fərid Mansurov, amma yaxşı məmur deyil. Və o vəzifəsindən çıxarılanda da mənim orada da bir qatqım var. Çünki yaxşı məmur deyildi. Amma vəzifəsindən çıxandan sonra biz sonra görüşdük ondan, dedim ki, qardaş, mənim də səndən heç bir işim yoxdur, da səni mən tənqid eləməyəcəm. İndi də biz şəhərdə ya idman zalında görüşürük, salamlaşırıq, çünki o böyük bir idmançıdır. Mənim o şəxsiyyətinə heç bir, belə deyim də, şəxsiyyətinə heç bir fikrim yoxdur onunla bağlı. Və bu barədə də, baxsınız ki, tamaşaçılar, mən niyə onu qeyd elədim? Nazirliyi bəzən günahlandırır və Olimpiya Komitəsini və qeyd eləmək istəyirəm ki, bu birbaşa federasiya ilə bağlı məsələlərdir, əziz dostlar. Bunun nazirliyə aidiyyəti yoxdur. Mən niyə dedim ki, birdən səhv başa düşürlər ki, mən biraz nazirliyi özüm yaxşı göstərirəm. Ona görə qeyd elədim ki, birbaşa və yeganə insanam ki, mən tənqid eləmişəm. Və sağ olsunlar, cənab nazir də 2024-cü ildə mənim zəhmətimi dəyərləndirdi və təşəbbüs göstərdi ki, mən cənab prezident tərəfindən mənzillə mükafatlandırıldım. Amma yenə də biz, belə deyim, öz mövqeyimizdə qalırıq, doğru nədir onu deməyə çalışırıq və belə nəticəyə gəldik ki, əsas bizim bu verilişimizin mövzusu bu idi ki, biz idmançılarımızla bağlı nəsə bir körpü yaratmaq. Yenə deyirəm, biz buradan Zülfiyə xanıma da uğurlar arzuluyoruz. Ona da bir əhsən düşür ki, elə açıq sözlüdür. Bəzi insanlar görürsünüz ki, qorxur danışmağa, amma yenə də o indi haqlı, haqsız tərəfləri var özünə görə. Çıxıb onu işıqlandırdı və düşünürük ki, tezliklə Zülfiyə xanım özü də federasiya ilə bir dil tapar. Onda məsələsi həll olunar. Bizim Rəfali qardaşımızın da məsələsi həll olunar. Biz də bir idman camisi kimi baxıb sevinərik. Və sonunda siz də ürək sözlərinizi deyin. Mən sizə uğurlar arzu edirəm. Söhbət edəndə gördüm ki, çox səmimi söhbət edirsiniz. Ona görə də çox şad oldum. Bura gəldiyimə görə də çox sevinirəm ki, gəldim, sizləri tanıdım. Belə tanıyırdım, amma belə lap yaxından tanış oldum. Bəli. Sizə işlərinizdə uğurlar arzu edirəm ki, elə hər ilin sonunda da istər nazirlik tərəfindən, istər digər dövlət qurumları tərəfindən, istər federasiyalar tərəfindən yüksək mükafatlarla təltif olunasınız. İnşallah ki, buna da layiqsiniz. Çox sağ olun. Biz də sizinlə eyni fikirdəyik. Təşəkkür edirik. Mən də sizinlə əyani tanışlığınızda çox şad oldum. Verilişimizdə qonaq olmağınızda da çox şad oldum. Təşəkkürlər. Buyurun qardaş. Mən də arzulayardım ki, Azərbaycan Karate necə ardıcıl Judo Federasiyası ilin ən yaxşı federasiyası seçilir. Azərbaycan Karate Federasiyası da gördüyü işlərlə ilin ən yaxşı federasiyası seçilsin. Həmçinin sən də bilirsən ki, idman veteranıları kimi mükafatlandırılanlar olur. Sən də elə həmin o idman veteranı kateqoriyasında, indi bəlkə də davam eləmək istəyirsən bilmirəm, amma idman veteranı kateqoriyasında mükafatlandırılasan və ümumiyyətlə arzulayardım ki, yəni belə Rafael Ağayev olsun, Zülfiyə Hüseynov olsun, hamısının biz hörmətimiz var. Yəni sən düz qeyd elədin ki, bizim olan şəxsiyyətindən bir problemimiz yoxdur. Biz tənqid eləyəndə də kimsə tənqid edən, istər federasiya olsun, istər nazirlik olsun, istər idmançı olsun, biz onların gördüyü işini tənqid eləyirik, şəxsiyyətini tənqid eləmirik. Ona görə də arzulayardım ki, 2026-cı ildə belə neqativ hallar olmasın. Təbii ki, bəzən çox təəssüf edirəm ki, neqativ hallar daha çox oxunur mətbuatda. Amma yenə də biz çalışmalıyıq ki, idmanımızın uğurlarını daha çox işıqlandıraq və idmanımızın uğurları ilə bərabər təbii ki, yenə qeyd etdiyim kimi çatışmazlıqlar qeyd eləməliyik ki, bunlar üzərində işlənilsin, bu problemlər görülsün və bunlar inkişaf etdirilsin.
Təşəkkürlər əziz dostlar, qardaşlar. Çox sağ olun gəldiyinizə görə və düşünürəm ki, hər iki məsələ bizim bu verilişimizin bir faydası olar. Çox sevinərik ki, bizim orada bir qatqımız olar, əməyimiz olar ki, bizim bu iki idmançımızın da məsələsi tam həll olunsun, yerinə otursun və onlar da federasiyalarında fəaliyyət göstərsinlər. Biz də baxaq sevinək. Təşəkkür edirəm. Çox sağ olun. Hələlik. Sağ olun.